Digər bayram isə haqqında məsumdan bir şey nəql edilməmiş bayram adlanır bu bayramlar. Bu bayramların ikinci növü dedik ki, dünyəvi bayramlar. Dünyəvi bayramlar nədir? Bunu da iki qismə bölüblər. Birincisi şəriətə uyğun olan, baxmayaraq ki, dini bayram deyil, dini mətnlərdə o haqda bir şey nazil olmayıb, bir şey nəql olunmayıb, lakin xalqların, müsəlmanların qeyd etdikləri bayramdır. Din ilə də heç bir ziddiyyəti yoxdur. Məsələn, bizim Novruz bayramımız. Siz baxmayın, bəziləri Novruz bayramı gələn kimi fəallaşırlar. Sosial şəbəkələrdə ki, bu atəşpərəstlərin bayramıdır və s. və ilaxır. Bunlar boş-boş iddiadan başqa bir şey deyil. Doğrudur, biz iddia eləmirik. Bizim fəqihlərimiz belə bir söz deməyiblər ki, Novruz bayramı dini bayramdır. Lakin Novruz bayramının dinimizlə, şəriətimizlə heç bir ziddiyyəti olmadığına görə bizim o bayramı qeyd etməyimizdə heç bir qəbahət yoxdur. Bəzi mətnlərdə var Novruz haqqında nəql edilmiş hədislər, amma sənəd baxımından o hədislər zəif hədislərdir. Bəzi bayramlar da var, onlar şəriətlə ziddiyyət təşkil edər. İslam yalnız və yalnız şəriətlə, xüsusi ilə tövhid inancı ilə ziddiyyət təşkil edən bayramların əleyhinədir. Necə ki, İslam gəldi, Peyğəmbərimiz zuhur elədi, Mədinədə artıq İslam dövləti qurulduqdan sonra bir çox hökmlər ki, nazil olandan sonra Peyğəmbər salavatullah o ərəblərin dinlə, tövhidlə ziddiyyət təşkil eləyən bayramlarının hamısını ləğv etmiş oldu. Deməli, bayramlar bölündü dünyəvi və dini bayramlara, dünyəvi bayramlar da bölündü iki qismə, şəriətlə ziddiyyət təşkil etməyən, xalqlara mənsub olan bayram, dedik məsələn Novruz, bir də şəriətlə tövhid inancı ilə ziddiyyət təşkil edən bayramlar, bunların keçirilməsini İslam bir mənalı şəkildə qadağan etdi.